Bak bel olmadı bak bel. 2, 3. Mənim havam gelsin. Bu fəslin əsl yeməyi qaşıq xəngəri gəlsin. Bunun için bize lazımdır yarım kilo un, bir dənə yumurta, keşniş, yağ, soğan, üstü tuz. Bir de ki kent toyuğunun bulyonundan istifadə edəcəyik. İyilik sudan istifadə edirik. Değerli dostlar, kündəmiz hazır. Yarım saat gözləyək. Gəlin fürsətdən istifadə edib sizə çox faydalı bir məsləhət verim. Evdə yoldaşımın telefonuna Oba Plus tətbiqini yükləmişəm. Evə nəsə lazım olanda tətbiqin yeni funksiyası ilə ərzaq siyahısını bir kliklə mənimlə paylaşır. Burada hətta qiymətləri də görmək mümkündür. Mən də siyahını gözdən keçirib Obadan rahatlıqla alış-veriş edirəm. Diqqətinizə çatdırım ki, Oba mobil tətbiqi ilə balansda pul köçürmək də mümkündür. Möcüzədir, elə deyilmi? Qaşıq xəngəlinə davam edirik. Biraz sarkök əlavə edək. Bəh, bulyonumuz, kənd toyuğu. Bibimiz kənd çorbasını bulyona əlavə edək. Zövqə görə 5-6 ədəd turşu əlavə edirəm. Biraz istiot əlavə edək. 5 dəqiqə səbirli olaq. Keçdi göyərtiyə. Göyərtini əlavə edək. Bir şey nəzərə çatdırım ki, gəlinim Goranbaydandır. Və bunu da Goranbay üsulunda mən hazırlayıram. Əlbəttə onun resepti ilə. Bütün Goranbaylılara buradan salamlar olsun. Bizim qaşıq xəngəlimiz hazır. Bəh. Allah'tan arzum budur ki, hər bir evdə ruzu bərəkət olsun. Əsas odur ki, sevin, sevilin. Göz haqqınızı da halal edin.